30-cu sualda isə deyir alüminium karbid, alüminium 4 karbon 3 m qramdır. Su ilə reaksiya daxil olubdur. Alüminium karbid su ilə reaksiya daxil olanda alüminium hidroksid və CH4 alınır. Əmsallaşdırsaq, solda karbon 3, sağa 3 yazırıq. Alüminium solda 4-dür, sağa 4 yazırıq. Hidrogenə onda sola 12 yazacağıq ki, sağla sol bərabər olsun. Deyir, m qram alüminium karbid reaksiya daxil olubdur. M-dən 48 azalıbdır. Yəni 48 qram qaz ayrılıbdır burada. 3 vuraq 16 da metanın nisbi molekul kütləsinə yazırıq. Alüminium karbidin nisbi molekul kütləsini hesablayanda 27 vurulsun 4, 28, 108 eləyir. 3 dəfə də 12, 36, 4, 4, 144 eləyəcək. 144-də isə 3 vur 16. Burada sadəcə bir məsələ deyim sizə deyir, reaksiyanın tənliyini yazın. Mütləq bu tipli sual düşəndə siz bir dəfə tənlik yazırsınız. Əmsallaşmanı ikinci dəfə yazıb aparırsınız. Çünki o sizin balınızdan çıxa bilər. Üçüncüdə isə M-i hesablayanda onu da ayrı tənlik yazıb hesablasanız daha yaxşı olar. Və yaxud da elə birbaş bunun üstündə hesablayıb M ayrı yazmaq lazımdır. Deməli, burada M neçə eləyəcəkdir? 144.